Sual edən soruşur ki, insan bir işinin düzəlməsi üçün dua edirsə və yaxud da istixarə edirsə və həmin iş alınmırsa, bunu necə qiymətləndirmək lazımdır? İlk öncə sahabelər deyərdilər ki, Muhammed sallallahu aleyhi və səlləm bizə istixarəni Qurani-Kərimdən bir surəni öyrətdiyi kimi öyrədərdi. Hətta sahabelər hər hansısa bir işlərində kiçik və yaxud da böyük olmasından asılı olmayaraq mütləq bir şəkildə istixarə edərdilər. İstixarə Allah Azza və Cəllədən xeyirlisini istəmək, xeyirli olmayanını onun haqqında, şər olanı ondan uzaq etməsini istəməkdir. Əgər bir insan dua edirsə və ya istixarə edirsə, bu duanın sonluğunda və yaxud da istixarənin sonluğunda həmin iş alınmırsa, bu deməkdir ki, Allah Azza və Cəllə o işin alınmamasında onun üçün xeyir qoymuşdur. Çünki istixarədə insan deyir ki, Allahım, bu iş əgər mənim üçün xeyirlidirsə, bu işdə mənim üçün xeyir bilirsənsə, onu mənə nəsib et. Əgər nəsib olmamışsa, elhamdülillah insanın duasının qəbul olması deməkdir. Həmin iş alınıbsa da, deməli, yenə də insanın duasının qəbul olmasıdır. Çünki insan orada ya xeyirdirsə verməsini, şərdirsə uzaqlaşdırmasını istəyir. Bu ikisini istəyir. Və nə də xeyrin olmasını, nə də xeyrin olmamasını Allah bilir. Onun üçün biz istədiyimizin həmən bizə verilməməsini özümüzə kədər, dərd və qəm etməməliyik. Elhamdülillah mən istədim, Rəbbim əgər bu işdə xeyir bilsəydi, mənə verərdi deyərək Allah haqqında ən üstün və ən gözəl zəndə olaraq yola davam etməliyik. Yenə də dualar etməli, Allaha yalvarmalı, istixarədə davam etməliyik. Allah daha gözəl bilir.